Quran buyurur: "Və izibtələ İbrahimə rabbuhu bi kelimatin fəətəmməhunna qala inni ca'iluka lin-nasi imaman qala və min zurriyyati qala la yanalu ahdiz zalimin." Quran belə deyir. Buyurur ki, Allah İbrahim Rəbbi onu bəzi kəlmələrlə sınağa çəkdi. Onu imtahana çəkdi, imtahan etdi. Və o tamamilə bu imtahandan keçdikdən sonra Allah dedi ki, İbrahim, mən səni insanlara imam təyin edəcəm. İbrahim dedi ki, mənim nəslimdən də bu məqama çatan olacaq. Allah dedi ki, zalimlar mənim bu əhdimə çatmazlar. Deməli, bu ayəyə baxsaq, İbrahim peyğəmbərdir, nəbidir. Həzrət İbrahim nəbidir. Allah gəlir onu sınaqlara çəkir. Sınaqlardan keçdikdən sonra Allah ona imamlıq məqamını verir. Məlum məsələdir ki, onda əgər peyğəmbər nəbilikdən sonra, peyğəmbərlikdən sonra imam məqamı verilirsə, ağır bir imtahandan sonra imam məqamı verilirsə, imamət məqamı peyğəmbərlikdən üstündür. Yəni bu aydın məsələdir ki, Quranın təyin etdiyinə əsasən bu belə görünür. Məsələn, yox, əgər bunlar imamət məqamı məsələn peyğəmbərlikdən üstün deyildirsə, nə üçün ağır imtahandan sonra gəlib imamət məqamı, ağır imtahan olunur, sonra imamət məqamı verilir? Görünür ki, imamətin məsuliyyəti böyükdür. İmamət məqamının məsuliyyəti böyükdür. İnsanların üzərində həm zahiri, həm batini, mənəvi rəhbərlik etmək böyükdür. Ona görə gərək bu imtahanlardan keçəsən ki, sən imamət məqamına çatasan. Amma İbrahim deyir ki, ilahi, bu məqama mənim nəslimdən də çatan olacaq. Və min zurriyyəti. Allah deyir ki, mənim əhdim zalimlara çatmaz. Bəli, çatacaq, amma zalimlara çatmayacaq. Əllamə Təbətəbai burada gözəl bir izah gətirir məsumluq barəsində. Zalimlara mənim əhdim çatmaz. Zalim, yəni zülm edən, kim ki zülm edir, məsum deyil. Əllamə Təbətəbai nə deyir? Deyir ki, burada bir neçə məsələ var. Məlum məsələdir ki, İbrahim Peyğəmbər Allahdan ki soruşur, ilahi, mənim nəslimdən bu məqama çatan olacaq. İbrahim Peyğəmbərin qəsdi o şəxslər deyil ki, ömrünün əvvəlindən ta axıra qədər günah edir. Çünki İbrahim Peyğəmbər deyə bilməz ki, ilahi, mənim nəslimdən o şəxslər ki, əvvəldən, doğulduqdan, özünü dərk etdikdən ta ölənə qədər günah edən şəxs var, o da bu əhdə çatacaq, o da imam olacaq. İbrahim Peyğəmbər bunu soruşmaz. Çünki niyə soruşsun? Axı, bilir zaten çatmayacaq. Yəni, günahkar şəxs imam ola bilməz. Zalim şəxs ömrünün əvvəlindən ta axıra qədər zülm edən, özünə zülm edən, başqasına zülm edən, yəni bu məqam ona aid deyil. Ona görə İbrahim Peyğəmbərin belə bir söz soruşması mənasız olar. İkinci məsələ, İbrahim Peyğəmbər həm də soruşmaz ki, ilahi, o bəzi şəxslər ki var, onlar əvvəldə mömin idilər, sonra gəlib kafir oldular, günahkar oldular, məsələn, zalim oldular. Əvvəli yaxşı idi, sonrası pis. Onlar, mənim nəslimdən olan o şəxslər bu əhdə, yəni imamət məqamına çatacaq, bunu da soruşmaz. Nəyə görə? Bunu axır yolun bu azdır. Əvvəli yaxşı idi, sonra pis oldu. İbrahim Peyğəmbər niyə soruşsun ki, bu imamət məqamına çata bilər, çatacaq? İbrahim Peyğəmbər bu sualın cavabını bilir ki, əlbəttə ki, çatmayacaq. Mümkün deyil. Bir, ömrünü günahla keçirən, ömrünü zülmlə keçirən şəxs bu məqama çatmaz. İbrahim Peyğəmbərin belə bir şey soruşması onun şəninə uyğun olmaz. İki, ömrünün əvvəli yaxşı olub, sonrası pis olanda bu məqama da çatmaz. Çünki bunun sonrası pis olub, bu cəmaatın necə rəhbərlik edə bilər? Bunu da soruşmaz. Bu məlum məsələ. Bu hamı bilir ki, belə bir şəxs rəhbərlik məqamına çatmaz. İmamət məqamına çatmaz. Yeganə bir şey qalır İbrahim Peyğəmbərin. Məntiqi cəhətdən soruşa biləcəyi yeganə bir şey qalır. Əvvəli günah edib, sonrası yaxşı olan. Yəni, əvvəl günah edib, sonra yaxşı oldu. Bu şəxs imamət məqamına çata bilər, bunu soruşa bilər. Bu məntiqlidir. Yenə deyirəm, İbrahim Peyğəmbərin bunu soruşması ki, bir şəxs ömrü boyu günah eləyib, zülm eləyib, ilahi, bu şəxs imamət məqamına çatacaq, bu mənasızdır. İbrahim Peyğəmbər özü də bilir ki, yəni bu şəxs çata bilməz. İki, əvvəli yaxşı olub, sonra yolu azan barəsində də İbrahim Peyğəmbər soruşması ki, bu şəxs imamət məqamına çatacaq, nəslimdən belə bir şəxs imamət məqamına çatacaq, bu da mənasız olar. Bir dənə məntiqi olaraq soruşa biləcəyi bu ola bilər ki, ilahi, əvvəli pis olub,
Sonra gəlib tövbə edib, mömin olub, arif olub məsələn. Bu şəxs imamət məqamına çata bilər, sənin əhdin ona çatacaq. Bunu soruşa bilər. Bu biraz məntiqlidir ki, görərsən maraqlıdır. Bir insan əvvəl günahkar olub, zülm edib, sonra tövbə edib, arif bir şəxs olub, sonra mömin bir şəxs olub. Belə şəxs görərsən imamət məqamına çata bilər. Bunu soruşmaq məntiqlidir. Məlumdur ki, İbrahim Peyğəmbərdə soruşacağı ancaq bu ola bilər. Bu ehtimal ola bilər. Bundan əvvəlki iki ehtimalı soruşması mənasız olar. Və Allahın da cavabı İbrahim Peyğəmbərin sualına uyğun ola bilər də. Allah deyir ki, əhdim zalımlara çatmaz. Yəni ey İbrahim, əhdim o şəxslər ki, ömründə bir dəfə də olsa, hətta sonradan tövbə eləsə də, tövbəsini qəbul edəcəm, amma ona da çatmayacaq, əhdim ona çatmayacaq. Əvvəli günah eləyib, sonra tövbə eləyib, baxmayaraq ki, tövbə elədi, arif insan olub, mömin şəxs olub, deyir, əhdim zalımlara çatmaz. Yəni, tövbə eləsə də, bir dəfə də günah eləsə, əhdim zalımlara çatmayacaq. Allahın da İbrahimə olan cavabı onun verdiyi məntiqi sualına uyğundur. Ona görə alimlər çıxarış edirlər ki, bu ayə tamamilə bunu göstərir ki, imamət məqamına, ilahi övliyə məqamına, rəhbərlik məqamına, insanın həm zahiri, həm batini rəhbərlik edən şəxs o zaman buna layiq ola bilər ki, o ömründə heç bir zaman günah eləməsin. Ayənin məntiqi bunu tələb edir.